Qərbi Azərbaycan icmasında yazıcı, publisist Şəfəq Nasirin Lək-Lək və İdrak İşığında kitablarının, həmçinin Bürhani Həqiqət məcmuəsinin təqdimat mərasimi keçirildi. Yazıçının əsərlərində İrəvan ədəbi mühiti xüsusi yer tutur və bölgənin maarifçi ziyalıları, ədəbi mühiti və mətbuat ənənələri əks olunur. Tədbirdə çıxış edən Qərbi Azərbaycan icmasının Nəzarət Təftiş Komissiyasının sədri Professor Vahid Novruzov və icmanın idarə heyətinin sədri, millət vəkili Əziz Ələkbərli bildirdilər ki, Şəfəq Nasirin kitabları Qərbi Azərbaycan həqiqətlərinin araşdırılması və tarixi yaddaşın yaşadılması baxımından mühüm önəm daşıyır. Lək-Lək jurnalı haqqında və Bürhani Həqiqət jurnalı haqqındakı yazıları və həmin jurnalları çevirib, əlifbamıza çevirib Azərbaycan ictimaiyyətinə çatdırmağını xüsusilə qeyd etmək istəyirəm. Bilirsiniz ki, İrəvan şəhərində Azərbaycan dilində ilk mətbuat orqanı kimi Lək-Lək jurnalı hələ 1914-cü ildə fəaliyyətə başladı və cəmi bu jurnalın 12 nömrəsi çıxdı. Ondan sonra 1917-ci ildə ikinci bizim Bürhani Həqiqət jurnalımız nəşr olundu. Onun da cəmi 9 nömrəsi çıxdı. Amma bu jurnalların bütün nömrələrini müasir əlifbamıza çevirib, nəşr eləyib, təqdim eləyən bizim hörmətli ziyalımız Şəfəq xanım oldu. Düzdür, bu jurnalları əvvəl də nəşr eləməyə cəhdlər olubdur, amma bu şəkildə, mükəmməl şəkildə oxucuya çatdırılması Şəfəq xanımın xidmətidir. Şəfəq Nasir Lək-Lək jurnalını və Bürhani Həqiqət məcmuəsini transliterasiya edərək qədim mətbuat nümunələrini yenidən oxuculara qazandırmağa nail olub. Həmin kitablarda o dövrün ictimai-siyasi hadisələri, Azərbaycan türklərinin üzləşdiyi problemlər və soydaşlarımızın erməni millətçiləri tərəfindən təzyiqlərə məruz qalması geniş şəkildə əks olunub. Bürhani Həqiqət jurnalını 1917-ci ildə jurnalın 100 illiyi münasibəti ilə çap elətdirdim. Lək-Lək jurnalı isə 20-ci ildə. Başqa bir kitab isə İdrak İşığındadır. Bu kitabda mənim dövrü mətbuatda, yəni Qərbi Azərbaycanla bağlı, Qarabağla bağlı, ümumiyyətlə görkəmli şəxsiyyətlərimiz, İrəvanda abidələrimiz haqqında olan yazılarımı toplayıb çap elətdirmişəm. Çıxış edənlər bildirdilər ki, Şəfəq Nasirin yaradıcılığında 20-ci əsrin əvvəllərində İrəvanda fəaliyyət göstərmiş Məmmədəli Nasirin həyat və fəaliyyəti də mühüm yer tutur. Müəllif onun müxtəlif mətbuat orqanlarına dərc olunmuş məqalələrini toplayaraq Məmmədəli Nasir kitabını nəşr etdirib. O da vurğulandı ki, kitablar İrəvanın tarixi mədəni həyatını öyrənmək və Qərbi Azərbaycan ədəbi irsini araşdırmaq baxımından mühüm mənbə kimi qiymətləndirilir. Aygün Şirnova, Bəxtiyar Nəsirli, Qərbi Azərbaycan televiziyası.